Mən Vüsal Kəlbəcərli, bu günlərim yenə də aprel ayının 5-də bizim Kəlbəcər rayon sakini, gözəl bir insanı sizlərə təqdim eləmək istəyirəm. Biz aidiyyəti olan orqanlardan və aidiyyəti olan insanlardan müraciətini eləmək istəyir. Adınız, soyadınız? Mən Salmanlı Əflatun Novruzoğlu, Kəlbəcər rayon Həsənlər kənd məcburi köçkünüyəm. Həsənlər kənd məcburi köçkünsən. Çox gözəl. Allah bu günlərə şükür olsun ki, vətənimiz torpaq erməni işğalından azad olundu. Cənab Prezidentin siyasət nəticəsində, şəhidlərimizin qan nəticəsində və Rövşən Rzayev də sağ olsun ki, əlindən gələn əhaliyə gözəl xidmət göstərir. Təşəkkür edirəm Rövşən müəllimə və oradakı insanlara da təşəkkür edirəm. Sizin istəyiniz, arzunuz, tələbiniz nədir? Mən üzr istəyirəm, ailəliyəm, 4 övladım var. 27 mart 1993-cü ildə anadan olmuşam. Yəni, mən evsizlikdir problem. Mən xahiş edirəm, yəni aidiyyəti qurumlardan mənə köməklik göstərsin evlə bağlı. İndi hal-hazırda harada yaşayırsınız? Hal-hazırda valla çobana, fermalarda. Fermalarda çoban kimi yaşayırsınız və biz bildiyimizə görə Qarabağ tərəfdəsiniz. Çətin o şəkilləri sizə göstərəcəm, aidiyyəti olan orqanlar həqiqətən də çətin durumda yaşayırlar və inşallah arzu edirik ki, demirik ki, indi Kəlbəcər, bilirdik ki, Kəlbəcərdə illərlə hələ 2030-2050-ci ilə qədər evlər tikiləcək. Yəqin ki, inşallah hamımız vətənimizə qayıdacağıq. Amma o vaxta qədər bilirik ki, erməni işğalından azad olan kəndlərimiz var, rayon var, şəhər var. Orada istəyirsiniz də yəni ki. Bəli, mən üzr istəyirəm. Belə mənim üçün vətən hər qarşı mənim vətənimdir. Bu ölkənin hər bir qarşı mənim üçün vətəndir. Mənə fərq etmir. Kəlbəcər, Ağdam, Goranboy olsun. Yəni hər bir yer mənim üçün vətəndir. Mən demirəm mənə Kəlbəcərdə təmin eləsinlər, Ağdərədə təmin eləsinlər. Harda? Yəni harda? Goranboyda, Gəncədə, Yevlaxda, Bərdədəki evlər yapılır ki. Yox, Yevlax Bərdə yox. Yəni Goranboyda olsa olar, bəli, Ağdərə istiqamətində, Əsgəranda verirlər məsəl üçün. Xocalıda, Gəncədə, Xocalı qəsəbəsidir. Bəli, itirazım yoxdur. Bəli, oradan köçüşlər olur inşallah. Yəqin ki, sizlər də Allah inşallah arzu edirik ki, köməkli olurlar. Və təşəkkür edirik. Çox sağ olun. Allah razı olsun. Başda cənab prezidentimizə eşq olsun. Ona sədaqətlə belə deyək, qulluq xidmət edənlərə eşq olsun. Rövşən Rzayev də o sədaqətlə xidmət edənlərdən biridir. Mən şəxsən bunun bariz nümunəsi gözümlə şahid olmuşam və əslən Şuşalıdır. O cümlədən də və cəmaatımıza dəstək olan insanlardan biridir. Allah təala sizə uzun ömür versin. İnşallah növbəti çəkilişimizi biz inanırıq ki, sizin evinizdə gözəl çəkiliş eləyəcəyik. Təşəkkürlər, minnətlər. İnşallah, çox sağ olun. Mən də sizə təşəkkür edirəm. Əziyyət çəkmisiniz, Allah sizi var eləsin. Elimizdən, obamızdan əskik olmayasın. Çox sağ olun.